Hökumət televiziyaları Xan kəndinə qayıdır mahnısının sədaları ilə xalqı bihuş edərkən biz göstərirdik ki, bəli, Xan hər kəsdən qabaq Qarabağa qayıdıb. Torpaq islahatı aparmadan əkinə yararlı torpaqları ailəsi və məmur şirkətləri arasında bölüşdürüb. Məcburi köçkünlər Qarabağa qayıdarkən artıq məmurlar böyük torpaq sahələrinin sahiblərinə çevrilmişdilər. Qarabağ veteranları isə azad etdikləri torpaqlarda pullarını ya vaxtında ala bilməyən, ya da heç vaxt almayan fəhlələrə dönmüşdülər. Biz başqa hansı həqiqətləri üzə çıxartmışdıq? Məhkəmə araşdırmalarımızla üzə çıxartmışdıq ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır deyən prezidentin yaxın məmur çevrəsi bu mübarizədən hava yastıqları ilə qorunur. Məhkəmədə nazirlərin adları çəkilsə də, hakimlər onları korrupsiya ittihamları ilə bağlı dindirməkdən imtina edirlər. Əlbəttə ki, İlham Əliyevin sözləri ilə əməlləri arasında bu təzadı üzə çıxartmış Abzas Medianın əməkdaşları onun qəzəbinin hədəfinə çevrildi. 21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən ölkəyə pul keçirməkdə ittiham edir. Amma ittiham olunan şəxslərdən heç biri heç vaxt nə gömrükdə saxlanılıb, nə də özlərlərindən bəyan olunmamış pul tapılıb. İstintaqın sənəd saydığı materialların heç biri orijinal deyil. Bu sənədlərdəki imzaların ora necə yerləşdirilməsini aydınlaşdırmaq üçün istintaq orqanına verilən vəsatətlərimiz təmin olunmadı. İstintaq orqanı 2015-ci ildən bəri edilən səfərləri araşdırıb ki, o tarixdə ümumiyyətlə Abzas Media mövcud deyildi. Digər 6 jurnalist də Bakı şəhər baş polis idarəsinin Məhəmməd Kekalovdan fiziki və psixoloji təzyiq əsasında aldığı ifadələrlə ittiham elan olunub. O polis idarəsində 48 saatdan çox saxlanılıb, vəkillə təmin olunmayıb və ailəsinin ona tutduğu vəkildən də imtina etməyə məcbur edilib. Dövlət hesabına tutulan vəkil isə bir il müddətində onun həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı məhkəməyə bircə şikayət də ünvanlamayıb. Görünür, dövlət vəkili Kekalovun həbsdə qalmasından məmnun olub. Biz Azərbaycanda korrupsionerlərin ifşasının nə vaxtsa həbslə bitəcəyini gözləyirdik. Buna görə də Məhəmmədlə söhbətimizdə əgər nə vaxtsa işgəncə ilə hədələnib Ülviyə, mənə qarşı ifadə verməyini istəsələr, bunun razılaşmasını istəmişdik. Məhəmmədin bizə qarşı ifadə verməsi bu hədələrlə qarşılaşdığının göstəricisidir. Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti sübut tapa bilmədiyi işlərdə insanlara hədə-qorxu gəlməklə, dostlarının əleyhinə ifadə alıb həbsə göndərmək yolunu seçir. Həbsimiz İlham Əliyevin və ətrafının korrupsiya cinayətlərini üzə çıxartdığımıza görə bizi bu yolla işimizdən uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki biz hökumətin istədiyi kimi icazəli jurnalistika ilə məşğul olmaq istəmədik. İstintaq orqanı Abzas Medianı azad və peşəkar media olması görüntüsü formalaşdıran qurum kimi təqdim edir. Biz görüntü yox, azad və peşəkar medianın özüyük.